Yeni vlogdan hər birinizi salamlayıram. Evimə, kanalıma hər biriniz xoş gəldiniz. Bugün qızlar səhər oyandım. Dedim ki, qoy bugün çəkiliş edim. Vlog hazırlayım. İnşallah ki, günün sonunacan çəkə bilərəm. Bilirsiniz, uşaqla çox çətin olur. Çəkə bilməsəm də belə az-az çəkilişlər edib bir vlog hazırlayaram. Bir ay yaxın idi ki, qızlar mənim telefonum çəkmirdi. Kamerası xarab olmuşdu. Girirdim kamera hissəsinə, qaranlıq görsənirdi. Sonra açılırdı, belə donuq-donuq çəkirdi. Yəni heç bir çəkiliş edə bilmirdim. İncinin də 40-ında hardasa bir 4 telefondan çəkiliş etdim. Sonra mənə atdılar. Mən də bir vlog hazırladım. Qalmışdım belə öz telefonumdan heç bir çəkiliş edə bilmirəm. Heç adi bir şəkil də çəkə bilmirdim. Bugün oyandım, dedim Camalın telefonu ilə hazır mənə həvəs gəlib. Onun telefonu ilə çəkiliş edərəm. Sonra yadıma düşdü ki, Camal idmana gedəcək, neçə saat evdə olmayacaq. Ona görə dedim eyb olmaz da çəkiliş qaldı, durum işimi görüm, kompotumu hazırlayım. Sonra Ömər dedi ki, ana bəs sən deyirsən kameranı düzəlib. Mən dünən girmişdim. Bəs elə bil ki çəkirdi də, qaranlıq da deyildi. Elə tez telefonu sevinə-sevinə əlimə götürdüm. Gördüm ay nə yaxşı. Telefon öz yanından düzəlib. Dedim hazır düzəlib telefonum. Mən də gətirim bacılarım üçün gözəl bir vlog hazırlayım. Mənim üçün darıxan bacılarım var bilirəm. Sizlər üçün gözəl bir vlog hazırlayım. O günləri qızlar vişnə kompotu hazırladım. Təbii ki, telefonum çəkmədiyi üçün yenə çəkiliş edə bilmədim. Allah bütün anaları qorusun, bütün valideynlərə can sağlığı versin. Mama getmişdi bazara, özləri üçün vişnə alanda mənim üçün də almışdı bir 5 kilo. Ondan xarabları da çıxdı. Bir 23 dənə şüşə kompot tutdum ondan. Şirin ağızla içək. Sizlər də nə hazırlayırsınızsa qızlar qışa şirin ağızla yeyəsiniz, şirin ağızla içəsiniz. Allah can sağlığı ilə yeməyi qismət eləsin. Artıq yavaş-yavaş qış tədarüklərinə başlamışıq. 23 dənə onu hazırladım. Mən qızlar qaynatmıram kompotu, qaynatmıram. Elə onları da doldurdum. İsti suyu qəşəng qaynar-qaynar tökdüm. Üzərlərini də yaxşı örtdüm. Rəngi də qəşəng çıxır. Bir də qaynatmağa ehtiyac olmur. Bu günlərdə mama yenə bazara getmişdi. Gavalı alıb özlərini, mənim üçün də alıb belə. İndi bundan da kompot hazırlayacağam. Ancaq bunu qaynadacağam. Hamısı, baxın, belə elə bir ki, qızlar, tam qapqara deyil də rəngləri. Baxın, belə rəngi tünd olanda qaynatmağa ehtiyac olmur. Bunları tökürəm, pesoğunu da tökürəm, qaynar suyu da tökürəm, üzərlərini bağlayıram, rəngi də qəşəng çıxır. Ancaq baxıram ki, hamısı elə deyil də. Baxın, bir kal yaraqları da var, tam dəyməyənləri, rəngi açıq olanlar da var. Ona görə bunu mütləq ki, qaynatmalıyam. Seçib bunları tutsam, çox qalacaq da. Yəni, meyvə də heyifdir. Ona görə bunları qəşəng belə vilka ilə deşəcəm, tökəcəm. Şüşələrə yığacağım, şəkər tozunu da töküb bunları ancaq qaynatmaq. Çünki qaynatmasam rəngi yaxşı çıxmaz. Mama dedi ki, vilka ilə deş, bir də qaynatma. Amma dedim yox, bizim uşaqlar tünd kompot sevirlər də, rəngi yəni açıq sevmirlər. Ona görə dedim ən yaxşısı qaynatmaqdır. İndi burada 11 dənə şüşə sərf etmirəmsə yumuşam. Yenə lazım olarsa yenə şüşə gətirərəm, yenə yığaram, sizlərlə bərabər hazırlayaq, görək neçə dənə alınır. Belə canlar, dedim mən də vlog başladım. İnşallah gözəl bir çəkiliş edərəm. İnci də burada yatır. Qızlar, İncini də göstərin. Baxın, bunun yatışına baxın, qızlar. Görün, biz başını düzəldirik, İnci belə yatır. Düzdür qızlar, İnci kameradan gülür, mələklər güldürür qızımı. İnci kameradan qızlar çox böyük görsənir, ancaq əslində yəni elə də böyük uşaq deyil də, balacadır. Çəkisi heç 4 kilo deyil də, təsəvvür eləyin özünüz. Hamı deyir ki, ay Allah, bu videoda necə böyük düşür, şəkillərdə necə böyük düşür, canlı görəndə deyirlər balaca qızdır. Bir elə bir ki, biraz yanaqları var da İncinin. Allah bütün balaları saxlasın. İnci də burada yatsın. Mən də işlərimi görüm. Bu kaletkada qızlar İnciyə qardaşından qalıb Camaldan. Bu kaletkada Camal da yatıb, Ömər də yatıb, indi İnci də yatır. Bilirsiniz, İncinin təzə kaleskası var. Ancaq mən onu sırf həyat üçün istifadə edirəm də. Həyatda gəzdirəndə istifadə edirəm. Bunu da evdə istifadə edirəm. Çünki onun təkərləri batır, gündəlik həyata düşürəndə hər dəfə təkərini də təmizləmək olmur. Düzdür, deyirlər təkərə keçirən belə klyuklar var. Ancaq ki, yenə də mən onu evdə istifadə eləmək istəmirəm. Çünki açıq rəngdədir də, istər-istəməz əlim məsələn çikili olur, uşağı yelləyirəm, əlim sulu olur, uşağı yelləyirəm, istər açıq rəngdə o batır. Ona görə deyirəm o qoy təmiz, təzə qalsın, həyata düşürəndə istifadə eləyim. Bu da qardaşlarından qalıb, yəni yaxşıdır. Bunu da mama almışdı Camala. Bunu da istifadə eləyirəm evdə belə rahatlıqla. Bu da ev üçün. İnci də özü üçün yatsın. Hazır yatır. Mən də işlərimi görüm.
Kızlar bir 12 dənə şüşə doldurdum. Ancaq meyvəm çox qalıb. İndi gedim biraz da şüşə gətirim. Onlar da təmizdir də, sadəcə içini yaxalayıram şüşələrin. Onları da doldurum. Sonra pesoğunu da tökərəm. Təzə qapaqlarım yoxdur. Düzdür, mən köhnə qapaqlardan da istifadə edirəm. Ancaq yenə də təzə qapaqlar əlimin altında olsun ki, onlar olmayanda təzə qapaqlarım olsun da tez-tez bağlayayım. Bunları edim. Şəkərlərini də tökürəm, qapaq da alıb, sonra başlayaraq qaynatmağa. Gördüyünüz kimi canlar, bütün şüşələri doldurdum. 25 dənə alındı. 3 dənəsinə də doğranmış əlavə elədim. Çünki çox böyükləri var idi içərisində. Onlar yerləşmirdi. Onları da doğradım, tökdüm. Şəkər tozunu da əlavə eləmişəm. İndi mətbəximi səliqəyə salım. Sonra da bir-bir bunlara su töküm, qoyum qaynasın. Hazır olandan sonra inşallah hazır formasını da göstərərəm. Qızlar, hazırlaşıram. İndi də incini çimizdirməyə oyanmışdı. Yuxusunun vaxtıdır. Dedim qoy çimizdirim, uşaq rahat yatsın. Mən də işlərimə davam eləyim. 7 dənə şüşəm qalmışdı qızlar. Digərlərini tutdum, qaynatdım, bağladım, yığdım. Orada uşaqlara yemək də verdim. Camal idmandan gəlmişdi. Yudum, yığışdırdım. 7 dənə kompotumu da qoymuşam qazana. Dedim onlar qaynayanacaq. Mən də incini çimizdirim. Bu da rahat olsun. Uşaqlar da bərbərə getdilər. İnci çimsin, sonra da gəlib dalınca onlar çimərlər. İncini qızlar bir gündən bir çimizdirirəm hələ ki. İndi inşallah, amma da havalar qızıb da hər günə salmaq lazımdır. Hər gün çimizdirmək lazımdır. Çünki yaydır, havalar isti. Uşaq da bilirsiniz də çimməklə böyür uşaqlar. Hər bir şeyini belə hazırlamışam. İndi əynini soyundurum. Belə pambıq qoyacağam qulağına biraz ki su girməsin də qulağına. Belə canlar. Çimizdirəm. İnci xanım da mızıldayır. Çıxsın, sonra da uşaqlar gəlib çimərlər. Kompotun son halını sizə də göstərim. Qızlar, üzərini belə qalın ədyalla örtmüşəm. Uşaqlardan qalan ədyaldır. Gətirdim, bununla da örtdüm. İncini çimizdirəndən sonra sonuncu 7 dənəni də bağladım. Gətirdim bunların yanına. Belə hamısı hazırdır. Şirin ağızla içək. Sizlər də qış üçün nə hazırlayacaqsınızsa, qızlar, can sağlığı ilə içməyi Allah qismət eləsin. Hal-hazırda hamısı qaynardı. Sabahacan inşallah tam soğusunlar. Sabahlara günorta sonra axşama yığaram. Saat hal-hazırda 4-ün yarısıdır. İnci də yatır. Çiməndən sonra həmişə tez yatardı. Ancaq bu dəfə kürrük elədi. Camal baxdı, sağ olsun. Mən də bunları bağladım. Sonuncuları da yığdım. İndi gedim, biraz paltarım var. Onları da ütülüyüm. Ay, iş bitmir qızlar. Səhərdən iş bitmir. Ancaq çabalayırıq. Ütünü də taxım qızlar. Ütü də qızsın. Bir-iki dənə paltar var. Onları da ütülüyüm. Başqa da paltarım yoxdur. Dünənləri şükür bütün paltarları ütüləmişəm, yerləşdirmişəm. Hələ ki paltarım yoxdur. Paltar ütüləməyi heç sevmirəm. Yığıram qızlar. Bir dənə əsas incinin paltarları daim ütülənir. Bizim də paltarlarımız yığılır. Sonra onları da ütülüyürəm. Bu günləri axşam yoldaşımla Camal ad gününə gedəcəklər. Onların da paltarlarını ütülüyüm, hazır olsun. Ki onlar da yoldaşım da işdən gəlib Camalı götürüb gedəcək. Bu günləri əmmimin nəvəsinin, Minnesə balamızın 1 yaşı tamam olur. Mən də buradan balamızı təbrik edirəm. Böyük qız olsun, 100 yaşasın, sağlam canla yaşasın. O gün olsun ki, əmimgil onun toyunu görsünlər. Təbrik edirəm, öpürəm buradan. Çoxlu, gözü dolusu görsünlər, həmişə gözəl günlərini keçirsinlər. Belə canlar, mən gedə bilməyəcəm. İstəyərdim gedim, mənim də ürəyim orada olacaq. Ancaq ki, uşaqla getmək olmur qızlar. İnci ancaq ana südü ilə qidalanır. Belə hazır yemək yesəydi, hazır qidadan da süddən istifadə eləsəydi, aparıb orada da yemək vermək olardı. Ancaq ana südü ilə qidalandığı üçün mənim üçün çox çətin olur. Yəni bir məclisə getmək, harasa getmək çətin olur. Ona görə eyb olmaz. Sağlıq olsun. Həm də balaca körpədir. 2 ay tamam olmayıb, kondisioner işləyəcək. Biraz çətindir uşaqla. Eyb olmaz, inşallah sağlıq olsun. 2-ci yaş günündə, 3-cü yaş günündə inşallah iştirak eləyərik. Körpəklə alınmır getmək. Ona görə dedim yoldaşıma ki, Camalı apar, qoy səndən iştirak eləsin də, böyük uşaqdır da, qoy o da getsin. Uşaqların çantalarını yumuşdum qızlar. Bunlar da qurudu. Kuluka qoyum. Bunu da qoyum şifoneri qalsın. Bu Camalın bu ilki çantasıdır. Təptəzə qalıb. İnşallah gəlin də bunu götürər. Çünki heç bir cırığı yoxdur. İçərisinin astarı zadı da təptəzədir. Yaxşı çanta çıxdı bu.
Ümumiyyətlə mənim uşaqlarım tez-tez çanta alan deyirlər də. Yəni səliqəli istifadə edirlər. Əşyalarını, geyimləri olsun, çanta olsun, hər bir şeyini səliqəli istifadə edən uşaqlardır. Bunu da yudum, qəşəng qurudu. Gələn ildə Camal bunu istifadə edər. Bu ancaq Ömərə yeni alacaq. Düzdür, Ömərin çantası da təzədir, qalıb da. Yəni heç bir söküyü, cırığı yoxdur. Ancaq Ömər bunu 4 il istifadə edib. Çanta da yaxşı çıxdı. Ömər də səliqəli istifadə edib. 4 ildir bunu götürür. Deyir ana, da mənə təzə çanta alarsan, da mən yuxarı sinifə keçirəm. 5-ci sinifdə oxuyacaq inşallah. Allah bütün balaları qorusun. İçində də bizim balalarımıza. Hə, bunu da yudum, təmizlədim. Dedim qalıb da, dar günün yarağıdır. Bəlkə istifadə edər, etməz. Qalıb ya kiməsə verərik, istifadə edər. Hə, bu da Camalın ondan qabaqki il aldığı çantadır. Bunu 2 il istifadə etmişdi Camal. Bunda heç bir problemi yoxdur. Bunu hazırlıqlara götürürdü Camal. Bunu da yudum götürdüm. Bunun biraz da içərisinin astarı belə cırılır. Ancaq belə üzərində yəni heç bir şey yoxdur. Dedim heyifdir də, çantadır. Bunu da yudum. Üçünü də indi kulyuka qoyum. Bunu da qoyum şkafa. Yerləşdirim, qalsın orada. Dünən də xeyləm çox iş görmüşdüm qızlar, ancaq heç bir çəkiliş edə bilmədim. Çünki telefonum elə bilirdim ki, işləmir də. Yenə şükürlər olsun ki, telefonum düzəldi. Bəlkə heç olmasa arada belə könlümə düşəndə, mənə əhval-ruhiyyə gələndə çəkiliş edərəm sizin üçün də. Ütü qızda gedim paltarları ütülüyüm. Bunları qoyum şkafa, onları da ütülüyüm, əldən çıxsın. Yeni gündən hər birinizi salamlayıram qızlar. Dünənləri çəkilişi davam etdirə bilmədim. İnci biraz narahat idi, ancaq onunla məşğul oldum. Ona görə də heç bir çəkiliş edə bilmədim. Dedim eyb olmaz. Bu günləri davam etdirərəm. Bu gün də səhər tənbəllik elədik. Bazar günüdür. Gec oyandıq. Yoldaşım da işdə deyildi. Ona görə gec oyandıq. Gec yemək yedik, yığışdıq. Sonra da İncini bibisigilə qoyduq. Yeməyini yedizdirdim. Bir saatlıq bibisigilə qoydum. Uşaqlara yay paltar almalıydım. Evdə geyinmək üçün şorti, kofta. Onların yanında bizim evə yaxın. Camalgil məktəbinin yanında. Bir dənə mağaza var. Elə bir mağazaya girdik. Elə nə lazımdırsa oradan aldıq, çıxdıq. Çünki uşağı çox qoyub çıxmaq olmur da. Ana südü ilə qidalandığı üçün onu çox qoyub çıxa bilmirəm. Hazır yemək yesəydi, bir neçə saatlıq gedib rahatlıqla alacaqlarımızı ala bilərdik. Dedim sizlərə də göstərim nə almışıq. Belə bir-iki şey aldıq. Ora-bura üçün geyimləri var, yay geyimləri. Təzəlikcə almışdıq Camala şalvar, koftalar. Ancaq belə ev üçün yox idi. Uşaqlar da maşallah böyüyüblər. Ömərinki heç gəlmirdi, şortikləri çox balaca olurdu. Bir-bir belə çıxardım, göstərim. Belə Ömər üçün kofta aldıq. Belə geyinməyə. Qiyməti də münasib idi qızlar. Bu üstündə indi yoxdur. 7 neçə olmalıydı. Bax, belə qara bir koftadır. Yaydı da uşaq geyinər. Düzdür, koftaları var uşaqların. Əsas şortik lazım idi onlara həyətə düşəndə. Bu yoldaşım da özü üçün aldı. Bir neçə dənə belə iş yoluna rahat geyinməyə. Bir dənə beləsini aldı. Bir dənə də belə aldı özü üçün. Can sağlığı ilə geyməyi Allah qismət eləsin. Bugün dedim uşaqlara alım. Çünki İncini qoyub çox belə gəzmək olmur da. Gələn həftədə inşallah bazar günü özüm üçün çıxaram. Ancaq onda mütləq İncini götürməliyəm. Çünki özümə belə qaça-qaça alıb çıxa bilməyəcəm də. Özüm üçün də geyimlər almalıyam. Sonra belə şortik götürdük uşaqlara. Bu bilmirəm hansınındır. Hərəsinə 2-2 götürdük. Qiymətləri də qızlar münasib idi. 12 manat, 14 manat. Bax belə idi şortiklərdə. Belə götürdük. Bilmirəm hansınındır, amma elə oxşardı. Şortikləri, yaş fərqləri var. Hərəsinə 2 dənə aldıq hələ ki. Belə başqa xoşa gələn olmadı da, yəni yaraşan olmadı. Hərəsinə 2 dənə aldım hələ ki. Onsuz da yay davam edir də, təzə açılıb yay elə. İnşallah alarıq, yayın ortasında da alarıq. Sonra Camal bir dənə belə kofta götürdü. Düzdür, bu Camala böyükdür, ancaq Camal boş geyinməyi sevir. Şalvar da boş olsun, koftası da boş olsun. Yəni boşdur Camala. Ancaq sevir belə koftaları. Ağı ki, lap çox sevir. Ağ köynəyi atasına oxşayır. Atası da xoşlayır ağ köynəyi. Camal da Ömər istəmədi. Ağ dedi, mən istəmirəm. Bir dənə də belə Camal özü üçün aldı. İdmana gedəndə belə sərin-sərin geyinib gedər. Sonra bu nədir? Bu da birinin şortikidir.
Hə, bu da yoldaşım alıb özü üçün. Hə, deyirəm ay Allah, bu böyükdür. Hə, bunu da yoldaşım alıb özü üçün evdə geyinməyə. Mən də baxdım, tez tələsik. Ancaq nəsə gözümə xoş gələn olmadı ev üçün. Sarafan dedim, qoy tələsik də almayım. Bunu da qızıma aldım. Dedim oğlanları bəzəyib qıza almamaq olmaz. Belə boyda götürdüm 0-3 ay. Belə mayka götürdüm. Bu maykalardan çox götürmək istəyirdim, ancaq yox idi razmer. Bir dənə bu rəngdə bu qalmışdı. Mavi var idi. Mavi də istəmədim. Dedim mavi rəng o qədər almışam ki, yaşıl, mavi istəmirəm. İstəyirəm bir belə qız rəngi alım. Bir dənə bu qalmışdı balaca. Sonra bir dənə də belə boyda aldım. Beləcə. Bunu əslində geyindirməlikdir bu. Sonra bir dənə belə götürdüm. İnci üçün çox nəp-nəzik idi, qəşəngdir. Sadəcə yox idi da qızlar. Yəni ki, razmer yox idi. Mən də böyük almaq istəmirəm də. Çox nəzik, qəşəngdir bunlar yay üçün. Bir dənə də belə. Bu şalvara oxşar bir dənə də almışdım mən. O qədər rahatdır ki, belə də rahatdır, rezin hissəsi də, nəzikliyi də rahatdır, qəşəng. Sərin-sərin uşaq geyinsin. Bunları aldıq. Can sağlığı ilə geyinsinlər hamısı. Hə, bunları atacağım, yuyulsun. Çiklərin içine aparım, qoyum. İncinin yuyular, sonra qəşəng-qəşəng geyindirərəm balama. Sonra burada da kulok var. Görün, burada nə almışıq? Hə, belə damaşnikli almışıq qızlar ev üçün. Evdə geyinməyə. Nə bilim, Camala, Ömərə belə damaşniklər aldıq. Həyətdə geyinsinlər. Belə aldıqlarımız bu qədər. Bir dənə də Camal üçün kaşlok götürdük. Ehtiyacı idi Camala. Həm avtobus kartını qoymağa, həm pulunu qoysun rahatlıqla. Çünki uşaq yollarda olur da. Məktəbə gedəndə məktəb yolunda, indi də idmana da davam eləyir. İdmana gedib gəlir Əhmədliyə. Onun üçün lazımdır. Belə cibinə qoyur, rahat olmur. Belə qızlar. Aldıqlarımız bu qədər. Sağcanla geyinsinlər. İndi bunları yerləşdirim. İncində paltarlarını aparım, qoyum səbətə. Yuyulanda yuyaram. Bunları da sonra geyinər. Həyətə düşmüşdük qızlar, incini gəzdirməyə. Oradan da marketə girdik yoldaşımla. Evə lazım olanları aldıq. Dedim belə çəkim. Bir dənə salfetdə götürdük. Belə paçka ilə sim satırdılar. 1 manat 10 qəpiyə sərf etmirəmsə. İçində də ya 5 ya 6 dənə olmalıdır. Hələ bəlkə də çox görünür, lap çoxdur. Hərdən görsüz lazım olur da tavaların altına belə təmizləməyə. İncinin də səsi gəlir oradan. Bir də belə dəridən aldım, dəri parçadan. Mən evi təzə təmir eləyəndə almışdım. Bir əlimin altında 4 dənə belə olmalıdır. Ya 4 ya 5 dənə mebelə üçün ayrı, belə təmizlik üçün ayrı. Məsəl üçün yataq otağıdır, uşaqların mebel təmizləmək üçün ayrıdır, hamam üçün ayrıdır. Belə əlimin altında nəm pəncərə üçün ayrı, hamısı üçün ayrı-ayrı var. Hələ ki belə 2 dənə aldım. Mətbəxlə belə günlük mebellərin təmizliyi üçün aldım. Dedim onları dəyişim çünki artıq ehtiyac var idi, köhnəlib onlar. İndi bunlar bilmirəm necə çıxar. Mənim aldıqlarım başqa bir idi. Görün neçə ildir mən onları səliqə ilə istifadə edirəm. Çox da yəni yaxşıdır, rahatdır istifadəsi də. Sonra tuvalet salfetkası, belə paçkada, maçalka, sarı bez olmazsa olmaz. Artıq yay gəlib, ağcaqanad suları var idi, evdə əlavə aldıq. Belə zibil torbası, pingvin kulok lazım olur. Neysə dondurucuya qoyanda lazım olur. Bir dənə də belə tək götürmüşəm. Bunu niyə götürmüşəm bilmirəm. Çalışmışam. Bir dənə domino aldıq. Dedi uşaqlar hərdən oynayarlar. Başları qarışar, darıxanda. Mən çox uşaqlara telefon vermə tərəfdarı deyirəm. Çalışıram ki, az verim. Az istifadə eləsinlər telefondan. Bir dənə simiçka. Belə qarıqdalı. Hə, İnci, nə olub? Nə istəyirsən? İnci bugün yetərincə gəzib həyətdə. Bir dənə belə çivini öldürən nə qədər vaxt istəyirdik ala evdə. Nədən bir də görsüz lazım olur da. Sonra şəkər tozu, qənd və un. Un gəlib bir dənə də götürəydim. Azdır bu un. Sonra
Böyle kartoşka aldıq. Az alıram qızlar, lazım olduqca. Daha çox almıram. Qışda çox alırdım, indi yayda da çox almıram. Böyle qəşəng nektarinlər var idi. Şimdi qıpqırmızı 2 manata olmalıydı sərf etməyəsə. Biraz nektarin yoxuydu. Evdə meyvə yeyən bir dənə mən. Biraz xiyar, pomidor. Hə, İnci, nədir qızım? Gəl qızım, gəl. Gəl qızım, gəl. Nə oldu qızım? Nə oldu qızım? Nə oldu qızım? Bir dənə çörək götürdük. Bir de yumurta götürdük eve. Biraz da kalbasa götürdük. Ömer kalbasa istəyirdi. Biraz da Ömer üçün kalbasa götürdük. Bir de qarpız almışıq. Ondan indi kəsərəm, qoyaram xalqiyyə. Biraz sərin olar. Çünkü isti yemək olmur da qarpızı. Biraz sərin olsun. Akşam yeməyində yeyərik. Belə qızlar, aldıqlarımız bu qədər. İndi mən bunları yerləşdirim. İncilər sakitləşsin. Əynini dəyişim. İncinin rahat giyindirim. Hə İnci? Papağını da çıkardım. Hava biraz küləhliydi. Ona göre biraz əynim şeyləmişdim, qalın eləmişdim. Soyundurum, uşaqlar rahat olsun. Ben de bunları yerləşdirim. Kompotun hamısına qızlar üzərlərini sildim. Qəşəng bura klonkamı da təmizlədim. Hamısını cərgə ilə səliqəli şəkildə yığdım bura. Burada da vişne kompotlarımdır. Təbii ki, buraların hamısı hələ dolacaq. Burada alt cərgədə boş olan şüşələrim də var. Hamısını dolduracağım. Allah hamımıza can sağlığı versin. Qış hazırlıqlarımızı edə bilək. Təbii ki, mən tək başına etmirəm qış hazırlıqlarımı. Hər iki anamın da Allah canını sağ eləsin. Mamam da hazırlayır, verir. Qaynanam da öz hazırladıqlarından verir. Belə mənim şkafımı doldururlar. Mən də bacardıqlarımdan hazırlayıram. Belə qızlar, istəyirəm ki, burada vlogu tamamlayım. Heç bilmirəm nə qədər çəkmişəm. Hazırlayanda baxacağım. İnşallah ki, bir xeylam çəkmiş olaram. Belə canlar, sizlərlə sağollaşım. Gedim hazırlayım vlogumu. Sabahları paylaşa bilsəm paylaşaram. Sizlər də izləyərsiniz. Çox ara vermədən inşallah yeni vloglar çəkərəm. Mənə bir həvəs gələndə, uşaq rahat olanda çəkiliş edə biləndə çəkərəm. Mən də ara vermək istəmirəm. Bilirsiniz ki, arada verəndə kanal geri düşür. Abunələr günü-gündən silinir. 7000 abunə oluram. Sonra başlayır yenidən abunələr silinməyə. Yenə azalıram. Eyb olmaz. Əsas mənə abunə olan qızlar, məni sevənlər bilirəm ki, məni izləyirsiniz, baxırsınız, vloglarımı gözləyirsiniz. Hər birinizi öpürəm. İnşallah yeni vloglarda görüşərək. Vlogumu bəyənsəniz təbii ki, like atmağı, yorum yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Yeni vloglarda görüşərik. Sağ olun.